Yani Neftçi qələbə qazandı, son turlar uğurlu nəticələrinə bir yenisini belə deyək də əlavə elədi. Hansı ki Neftçinin bəlkə də bir yalan olmasın, Verindub 5 ay var da gəlib. 4 ay təxminən. Yəni Verindub gələndən biz burada hər dəfə qeyd eləyirdik ki 5 ay rahat var, yarım ilə yaxındır. Yəni 5 ay rahat var. Verindub gələndən biz həmişə qeyd eləyirdik ki bu komanda üçün uğurlu bir belə deyək də baş məşqçi ola bilər. Son dövrlərin bəlkə də ən yaxşı qərarlarından biridir. Yəni biz də dəstəkləyirdik burada bu studiyalarda və o görünən odur ki, həqiqətən də hətta öz komandası olmasa belə, yəni öz yığdığı futbolçular olmasa belə, yəni yaxşı iş görür. Həm meydandakı nəticələr, həm belə deyək, futbolçulardakı o yüksəliş və bir də məncə Neftçidə gözə çarpan ən böyük pozitiv olan məsələ bilsən nədir, Xanoğlan? Neftçi ətrafında demək olar ki, hər zaman nəysə bir negativ deməyim. Tutalım ki, bir də gördüm ki, mətbuatda xəbərlər çıxırdı ki, Neftçidə bir futbolçu, nə bilim, filan nə deyərlər, hansı ki qaydaları pozdu, onunla dalaşdı, intizamsızlıq elədi, nə bilim, futbolçularla məşqçinin arasında problem yarandı, o oldu, bu oldu. Amma Verindub gələndən sonra mən Neftçi ilə bağlı hər hansı bir problemin olduğunu, yəni heç mətbuatda görməmişim. Vacib faktor. Yəni negativlik yoxdur ümumiyyətlə. Təsəvvür elə ki, Vincent Abubakar meydana çıxmır demək olar ki. Yəni Abubakarın ümumiyyətlə Neftçidə olduğunu cəmaət olundu. Yəni jurnalistlər daha çox narahat. Yəni də həqiqətən də bu, yəni bir insanın, bir klubun ətrafında necə dəyişiklik elədiyinin açıq-aşkar nümunəsidir bu.